Bakı şəhər İcra Hakimiyyətinin başçısına yeni müavin təyin edilib. Ayaz Hüseynov Bakı şəhər İcra Hakimiyyətinin başçısının müavini təyin olunub. Qeyd eləyək ki, Ayaz Hüseynov təyinata qədər Bakı şəhər İcra Hakimiyyəti başçısı aparatının şəhər təsərrüfatı şöbəsinin müdiri olub. Aprelin 4-də İqtisadi Şuranın növbəti iclası keçirilib. Bu barədə Nazirlər Kabinetindən məlumat verilib. İqtisadi Şuranın sədri baş nazir Əli Əsədovun rəhbərliyi ilə keçirilən iclasın gündəliyində milli iqtisadiyyatımız üçün vacib olan prioritet məsələlər, o cümlədən orta müddətli dövr üzrə dayanıqlı makroiqtisadi və fiskal çərçivənin formalaşdırılması, özəl sektorun inkişafı və özəl investisiyalarının artırılması, qeyri-neft ixracının həcminin və ixrac coğrafiyasının genişləndirilməsi və digər aktual məsələlər ətraflı müzakirə olunub. Gündəlikdə olan makroiqtisadi məsələlər üzrə Azərbaycan Respublikası Prezidentinin köməkçisi Şahmar Mövsumovun təqdimatı dinlənilib. Təqdim olunan iqtisadi suallara dair İqtisadi Şuranın üzvləri tərəfindən geniş müzakirələr aparılıb. İclasın yekununda İqtisadi Şura üzvlərinin təklifləri nəzərə alınmaqla qərarlar qəbul olunub, Maliyyə və İqtisadiyyat Nazirliklərinə müvafiq tapşırıqlar verilib.